Ədədin mərtəbə qiymətlərinə vurulması. Mərtəbə qiymətləri deyəni nə nəzərdə tuturuq? Məsəl üçün, 2 vurulsun 10. Bu eləyir 20. Niyə? Çünki onun yanında bir dənə sıfır var. Məsələn, 2 vurulsun, əgər 100 olsa, bu eləyir 200. Çünki 100-ün yanında 2 dənə sıfır var, onu gətirib bura qoyuruq. Sonra, məsələn, biraz qəlizləşdirək. 20 vurulsun, tutaq ki, 100. Biz burada nə edirik? Burada bu 2-ni bu 1-ə vurursan, eləyir 2. Bunun yanında 1 0, bunun yanında 2 0. O 3 0 eləyir, 3 0-ı yan yana burada yazırsan. Məsəl üçün, başqa birinə baxıram. 46, daha doğrusu 460 yazaq. 460 vurulsun, məsələn, 1000 olsun. Biz burada nə edirik? Bu 46-nı 1-ə vururuq, eləyir 46. 1 0 burada var, 3 0 burada var. 4 dənə 0-ı yan yana qoyuruq. Bu eləyir 460 min. Daha biraz mürəkkəbləşdirək. Məsələn, 320 vurulsun 240. Aha, bunu nə edirik? Biz 32-ni 24-ə vururuq. Və sonra 2 dənə 0 artırırıq burada. İndi 32-ni 24-ə vuraq. 32-ni 24-ə vuranda 4 dəfə 2-nin 8. 4 dəfə 3-ün 12. Baxın. 2 dəfə 2-ni 4-ü, bax bunun özünün altında yazıram. 2 dəfə 3-ün də 6 burada yazılır. Sonra bunları toplayıram. 8, 6, 7. Cavab oldu 768. Və bu sıfırla bu sıfırı da əlavə olaraq sona qeyd edirəm. Və salam, cavab oldu 76800. Bunlar belə. Sonra gələk bunların bölməsinə. Bölməsi nədir? Məsələn, mən 200-ü böləcəm 10-a. 200-ü 10-a böləndə bu 1 0, bu 1 0-ı aparır. Qalır burada 20. Tutaq ki, mən 200-ü bölürəm 100-ə. Burada bu sıfırın 2 dənəsi, bu sıfırın 2 dənəsini aparır. Qalır 2. Yəni, ən rahat yolu belədir yadda saxlamağın. Bir balaca qəlizləşdirək. Tutaq ki, 200-ü bölürəm 50-yə. 250-yə necə bölürəm? Bu sıfırın biri bu sıfırın birini aparır. Yerdə nə qalır? 20 və 5. 20 ilə 5-ə bölən nə düşür? 4. Vəssalam. Bu oldu mərtəbə vahidlərinə vurma və bölmə. Davam edirik, deməli, uzunluq vahidlərindən. Uzunluq vahidlərindən, məsələn, elə metrin özündən başlayaq. 1 metr neçə santimetrdir? 100 santimetrdir. Bu o deməkdir ki, metr böyük vahiddir, santimetr kiçik vahiddir. Həqiqətən də, yəni 1 metr 100 santimetr nə deməkdir? 1 metr 100 santimetrə, 100 dənə santimetr toplayanda bir dənə metr olur. Onda belə çıxır ki, baxın, metrdən santimetrə keçəndə biz bunu 100-ə vururuq. Bunu belə yadda saxlayırıq, vururuq. Yox, əgər santimetrdən metrə keç deyərsə, onda biz bunu 100-ə bölməliyik, bölürük. İndi bu misal üzərində işləyək. Məsəl üçün, 25 metr neçə santimetr olmalıdır, ona baxırıq. Bax, biz metrdən nəyə keçirik? Santimetrə, düzdür? 1 metrdən santimetrə keçən nə edirik? 100-ə vururuq. Deməli, 25-i 100-ə vuranda yanına 2 dənə 0 qoyuruq. Vəssalam. İndi başqa bir şey. Məsələn, santimetr olsun. Tutaq ki, 66, yanında tutaq ki, 3 dənə 0 qoyaq. 66.000 santimetr, keçək metrə olsun. Düzdürmü? Deməli, santimetrdən metrə keçəndə nə edirik? 100-ə bölürük dedik. Əgər bunu 100-ə bölməliyiksə, 100-ə böləndə 2 0 gedirmi yanından? Cavab nə qaldı? 660 metr. Deməli, 66.000 santimetr 660 metrə bərabərdir. Eyni bu qayda ilə bütün uzunluq vahidlərini bir-birinə keçirməyə bacarırıq artıq. Məsəl üçün, 1 kilometr neçə metrə bərabərdir? 1000 metrə bərabərdir. Biz bunu əzbər bilməliyik. Onda belə yadımızı saxlayırıq. Kilometrdən metrə keçəndə 1000-ə vururuq. 1000-ə vur. Metrdən kilometrə keçəndə isə 1000-ə bölürük. 1000-ə böl. Deməli, nə edirik? Böyükdən kiçiyə keçəndə 1000-ə vururuq, kiçikdən böyüyə keçəndə 1000-ə bölürük. İndi başlayaq misal üzərində işləyək. Tutaq ki, mənə deyir 16 kilometr. Neçə metrdir? Nə dedik? Dedik kilometrdən metr keçəndə 1000-ə vurmalıyıq. 16-nı 1000-ə vuranda yanına 3 dənə 0 qoyuram. Elədi metr. 16.000 metr. İndi kilometrdən, bağışlayın, bu 16 kilometr olmalıydı. Kilometrdən metrə keçəndə 1000-ə vurduq 16.000. Aha, sonra indi metr götürək, metrdən kilometrə qaydaq. Tutaq ki, bax, belə olsun, metr. Aha, mən bunu çevirməliyəm kilometrə. Nə dedik burada? Metrdən kilometrə qaydanda 1000-ə bölürük dedik. 1000-ə böləndə, deməli, 1000-ə böləndə, yəni bu metrdən kilometrə keçəndə 1000-ə bölməliyəm. 1000-ə böləndə 3 0 gedirmi yanından? 1, 2, 3 getdi.
Qaldı 2600 kilometr. Yəni metrdən də kilometrə keçəndə minə bölürük və bu qayda ilə hamısına bu qaydanı tətbiq edə bilərik. Məsəl üçün 1 desimetr 10 santimetrdir. Artıq biz bunu əzbər bilirik deyə bunların üzərində olan o keçidləri də biləcəyik. Məsələn 1 desimetr 10 santimetrdir. Desimetrdən santimetrə keçəndə 10-a vururamsa, əgər santimetrdən desimetrə keçəndə 10-a bölürəm. 1 santimetr məsələn 10 millimetrdir. Eynən bunda da eyni proses olacaq. Bu da bizim uzunluq vahidlərimiz. Gəlirəm kütlə vahidlərinə. Kütlə vahidləri 1 ton bərabərdir 1000 kiloqrama. Bu nə deməkdir? Yəni tondan kiloqrama keçəndə minə vurmalısan. Kiloqramdan tona qaydanda minə bölməlisən. Belə deyək də, böyükdən kiçiyə keçəndə həmin o vahidinə vurursan, kiçikdən böyüyə qaydanda isə bölürsən. Məsəl üçün 2 ton mən keçirəm kiloqrama. Eləcə 2000 kiloqram. Niyə? Çünki tondan kiloqrama keçəndə minə vurmalıyam dedim axı. Məsələn, indi kiloqramdan tona qayıtmalıyam. Tutaq ki, 65 yanında da 4 dənə 0 yazaq. Bu olsun kiloqram. İndi bundan tona qayıt deyir mənə. Tona qayıtmaq. Biz nə dedik? Kiloqramdan tona qaydanda minə bölməliyəm. Minə böləndə 1, 2, 3 dənə 0 gedir, qalır 650 ton. Deməli 650 min kiloqramın 650 tona bərabərdir. Eyni ilə sentinerdə də bu vəziyyət belə olacaq. Yəni qayda hamısında bir şeydir. 1 sentinerin 100 kiloqramdır. Yəni burada sentinerdən kiloqrama keçəndə 100-ə vururam. Kiloqramdan sentinerə qaydanda 100-ə bölürəm. Sonra 1 kiloqramın nəyə bərabərdir? 1000 qrama bərabərdir. Eyni ilə kiloqramdan qrama keçəndə minə vururam, qramdan kiloqrama keçəndə minə bölürəm. Yəni bu qayda heç birisində dəyişmir. Hə, indi maraqlı məqam başlayır nə idi? Məsəl üçün bizə verir 2650 kiloqram. Deyir bunu tona çevir də. Məsələn, bunu tona çevirəndə mən nə edəcəm? Yaxşı, bunu tona çevirə bilmirəm axı. Çünki bu 2000 olsaydı 2000-i minə bölərdim. Axı burada bayaq dedik ki, tondan kiloqrama keçəndə minə vururam, kiloqramdan tona keçəndə minə bölürəm dedim də. Yaxşı, indi mən kiloqramdan tona keçəndə minə bölməliyəm. Axı bu minə bölünən ədəd deyil, 2650 necə minə bölüm? Sən nə edirsən? O 650-nin fikrində qoyursan bir kənara. Bildiyimiz kimi 2000-i bölmək olardı tona. 2000-in kiloqramını minə bölmək olardı. 2000-i minə böləndə 2 düşəcək. Deməli bu 2 ton düşür. Və yanındakı 650 nə olur? Heç nə, 650 də əlavə olaraq qalır 650 kiloqram. Yəni vacibat deyil ki, bu da tona çevrilsin. Bu 2 ton 650 kiloqram olaraq da qalır. Başqa bir şeyə baxıram. Məsəl üçün 1250 metr 1 kilometrə keçid, düzdürmü? Biz nə dedik? Dedik ki, bax burada bayaqlarını işarə elədik bir saniyə. Dedik ki, hə, metrdən kilometrə keçəndə minə bölmək lazımdır. Minə bölmək lazımdır. Elə, onda mən bu minə böləndə 1000-in içində bir dənə kilometr olurdu. Onda 1000-i minə böləndə 1 eləyir də. 1 kilometr. Axı çünki burada 1 var. 250 metrdə əlavəsi qalır. 250 metr və salam. Bu da qalsın belə. Bu da oldu uzunluq vahidləri, sonra çəki vahidləri. Bunlar üzərində işlər. Sonra gələk alt-alta vurma, toplama, çıxma. Bir dənə toplamadan işləyək, bir dənə çıxmadan işləyək. Məsəl üçün, hamının çaşdığı çətin o sıfırlı çıxmalardan işləyək. Tutaq ki, baxın, belə bir ədəd deyirəm. Bundan çıxıram, tutaq ki, baxın, belə bir ədədir. Aha. Burada fikir veririk nəyə? Burada mən bu 8-dən 9-u çıxa bilmirəm. Buradan bir onluq götürməliyəm. Baxıram, burada da yoxdur. Burada da yoxdur, burada da yoxdur. Nə edirəm onda? Bundan birini götürüb buna qoyuram. Bunda oldu 10 dənə. Sonra bundan birini buna qoyuram. Artıq burada qaldı 9 dənə. Burada oldu 10 dənə. Sonra bundan da yenə birini götürüb buna qoyuram. Burada yenə 9 dənə qaldı. Burada oldu 10 dənə. Sonra bundan da birini götürüb buna qoyuram. Burada yenə 9 dənə qaldı. Burada oldu 18 dənə. 18-dən 9 çıxanda 9. Və burada nə qalmış? 9. 9-dan 9 çıxanda 0. Burada da 9 qalmış. 9-dan 9 çıxanda 0. Burada da 9 qalmış. 9-dan 1 çıxanda 8. Burada nə qalmışdı? 1 təbii ki. 2-dən birini bura götürüb qoymuşduq. Burada qaldı 1. Bu oldu bizim alt-alta çıxmamız. Toplama bunlar 1000 dəfə rahatdır. Niyə? Çünki toplamada da toplama, yəni çətin bir şey yoxdur ki, elə eyni misal üzərində işləyək. Məsəl üçün eyni misalın toplaması olsun. Eyni misalın toplaması olsun. Tutaq ki, 9-u isə 8 gəlirəm 17. 7 yazıram 1 yadda. Sonra 9 ilə 0-ı toplayıram 9, 1 də yadda 10. 0 yazıram 1 yadda. 9 ilə 0-ı toplayıram 9, 1 də yadda 10. 0 yazıram 1 yadda. 0 ilə 1-i toplayıram 1, 1 də yadda 2. 2 ilə də heç nəyi toplayası bir şey yoxdur burada. Və salam cavab 22.007 oldu. Çıxanda 18.009, toplandı 22.007 oldu. İndi keçirəm vurmaya. Məsələn, hamının çaşdığı 2 rəqəmini 3 rəqəmliyə vurmaq. Elə belə bir şey götürək. Məsələn, 135-i vuraq 62-yə tutaq ki. Baxın. 2-ni 5-ə vururam 10. 0 yazıram 1 yadda. 2-ni 3-ə vururam 6, 1 də yadda 7.
2-ni 1-ə vururam 2, bunun öz altına. İndi 6-nı 5-ə vuracağam. 6-nı yenə bunların içində vuracağam. Amma 6-nı özünün tuşundan. Bax, bu 7-nin altına düşəcək. 6 və 5-in 30, 0 yazıram, 3 yadda. 6 və 3-ün 18, 3 də yadda, 21, 1 yazıram, 2 yadda. 6 və 1-in 6, 2 də yadda, 8. Bax, gör gəldi hara düşdüyünü bunları toplayanda. 0, 7, 3 və 8. 8370. Əslində mən biraz pis yazdım. Belə yazılmalı deyildi bu. Bir dəqiqə. Özü hərəsi özünün altına tuşunda. 0, 7, 3 və 8. Yəni belə deyək də, səliqə pozulmamalıdır burada. Heç açmayaq. Bu da oldu alt-alta 2 rəqəmliyə, 3 rəqəmliyə vurmaq. Eyni zamanda 2 rəqəmliyə, 2 rəqəmliyə də vurmaq belə olur. Hə, bir də görürsən ki, məsəl üçün bax, uşaq götürür, tutaq ki, yazır ki, 100 vuraq 23. Başlayır bunu alt-alta vurmağa. Buna nə ehtiyac var? Buna alt-alta vurmaq vaxt etkisidir. Axı mən məsələn videonun əvvəlində öyrətdim də, dedim ki, 23-ü 100-ə vuranda 100 mərtəbə vahidi axı. 23-ün yanına 2 dənə 0 qoyuram və salam olur 2300. Yəni belə şeyləri eləmək olmaz. Bu mərtəbə vahidlərini vurmaq, bölmək çox rahat bir yolları olduğu üçün onlara heç ehtiyac yoxdur. Məsələn, adi sadə bir şeydən deyirəm. Tutaq ki, 2300 vurulsun 6400. Belə bir şey var. Hə, mən burada bəli 23-ü 64-ə vurmalıyım. Amma daha 2300 vuraq 6400 yazmağa ehtiyac yoxdur. Sən nə edirsən? 23-ü 64-ə vurursan kənarda. Buradan nə alacaqsansa alırsan. O aldığın cavabı yazırsan bura və aldığın cavabın sonuna 4 dənə 0 qoyursan. Çünki 2 dənə burada var, 2 dənə burada var. 4 dənə 0 qoyursan. Vəssalam. Qurtardı getdi. Yəni durub daha burada 2300 vuraq 6400 bu boyda prosesi eləməyə ehtiyac yoxdur. Bu qədər.